bütün bəbəklərə görə, gözəl bəbəklərə görə və öz balama görə sözüm var. Birinci, bütün bəbəklər. Allah bütün balaları saxlasın, mənimkiləri də içində. Canım bebek gülecek bebek, büyüdü büyüyecek. Annesi babası onu hep sevecek. Canım bebek gülecek bebek. Canım bəbəyindən də danışın. Bir gözəl övladım, yəni heç vaxt görkəminə görə nəzərə almıram. Allah hər şeyi gözəl yaratdı. Yəni, gözəl ona görə gözəldir ki, mənim balam. Düzdür, güya küsüb Allahdan. Mənə deyir ki, filan, mən bundan bir qabaq videoda demişəm, psixiatriya barədə. Niyə bəs Allah qoydu ki, sənin başına, mənim başına, onun başına gəlməyib, şükür Allah. Amma dünyada indi hamı, o psixiatrlar hamını hədəfə salır. Allah qorusun, amin. Ki, bəs mənə deyirdi ki, Allahdan niyə küsüb onu deyirəm. Niyə deyir, sənin başına bunlar gəldi, namaz qılansan. Bəs niyə sənin başına gəldi, niyə İmam Hüseynin başını kəsdilər, deyir. O namaz bir dəqiqə, o zəng eləyir, amma vacibsiz çatdırım indi. Ki, mən elə beləyəm, bir şey, yəni, çatdırmamış ona, o birisini, indi, yəni, necə deyim, demək istəyirəm də, ona görə cavab vermədim telefona. Namaz qılırdı 9 yaşına, amma namazı davam eləmədi, o sualları ilə. Küsüb Allahdan güya, niyə güya Allah icazə verir? O bir videolarda alın yazısı barədə, yoxdur, yəni alın yazısı, lövh-i məhfuz yazıları, o videolar var, paylaşmışam. Ayələri, yəni orada ayələrlə Allahın sözünə istinad edərək, əsas tutaraq Allahın ayələrinin açılıb. Gözəl danışıq qabiliyyətim yoxsuzda ayələri orada göstərmişəm. Yəni alın yazısı yoxdur ki, Allah eləməyib ki, kimsə başına nəsə şey gələndə. Amma, yəni sözüm gəlir ki, bu gözəl balam 26 yaşı hələ də namaz qılmır. Nə bilim, bir gün qılır, ikinci gün deyir, başıma və niyə? Allah deyir, niyə icazə verdi bu oldu? Deyir, elə bilir ki, Allah icazə verir. Allah təsdiqləyir, düzdür, başa gələn pis şeyləri. Çünki o pis şeyləri həmə yerdə səbir verir. Çəkə biləcəyindən artıq heç kimi yükləmir. Ancaq səbir edənlər pis şeylərə cənnətə düşəcəklər. Onu Allah Quranda açıqlayır. O pis şeyləri törədənləri də cəhənnəmə salmaq üçün bəs biz imtihan dünyasında baxın. Boş yerə yaranmamışıq ki. İmtihan olunuruq. Nəysə, bu gözəl balamdan qəribə şeylər olub. Nələr ikisini xatırladım. Demək, yaxşı, indi bu mələklər, cinlər təsir eləmirsə, belə eləyir axı, mən ayələri orada paylaşmışım. Bəs kimin ağlına nə gəlir? Əlbəttə, ağlına gələn deyəcəklər, düz olanı yox. Düz olan odur ki, qızıma bir 5 yaşı ya 4 yaşı, 5 yaşı olardı məndə. Hamamda çimdirirdi. Təsəvvürün ki, hamamda böyük vanna olur. Böyük vannanın içində çimirdi. Sırğa həmişə qulağımda olurdu. Sırğa, mən başımı sabunlayanda təsəvvürlə başı bütün şampun da, gözü görməyən, üz tutulur, baş şampun. Dən dedim, sırğan yoxdur və əlimi vurdum. Dedi ki, belə gülümsündü, deyirlər. Deyəm, mən gördüm ki, o qəribə elədi, elə ona ilham gəldi. Yəni, Allah görün nəyi ona bildirdi. Bu 5 yaşı var deyə 4 yaşı uşaq. Mənim köməkliyimlə baş şampunu gözlə görmürdü, şampunun içində. Düşdü, əlindən tutdum, vannadan düşdü yerə.
Vanların yanında Rakvina vardı. Rakvinanın dalındakı turba gedir, nə deyirlər ona? Da turba da. O turbanı, qurban olmalar, heç ora adam özü əli, mənim əlim girməzdi, girərdi. Axır ki, yəni, görün, buna Allah necə göstərdi yerini. Bu uşaq başı şamponlu durdu, gözü yumulu, düşdü aşağı, özü də gülümsünə. Vallahi özü eləməmişdi. Yəni, Allah şahidliğiyle danışıram ki, Rakvinanın dalında o turba, o belə uzun şey gezir, turba qabaqdan tutulur, dalda turbadır ya. Əlini atdı daldan, sırğanı götürdü, verdi mənə. Sonra digər bir şeydir, onda olub nə? Sonra mən kitab yazdım. Çox gözəl kitabdır, heyf ki, icazə vermirlər çıxmağına. Çünki orada Quran ayələrindən var. Hansı ki, çox gözəl ayələr, ayələrin hamısı gözəldir. Ancaq bir ayəyə görə, yəni, firqələrə Allah Taala münasibəti pisdir. Yəni, bölünmür, firqələrə buyurur ki. Məsələn, biz şiəyəm, sünniyəm deyir ya. Yəni, bunlar səhvdir də, olmaz. Müsəlmanıq. Yəni, o ayələri orada yazmışam, qeyd etmişəm. Sonra ölüyə Quran oxunmaz, Yasin surəsi 70-ci ayəsini qeyd etmişəm. Ona görə icazə verilmir çıxmağına. Qalan ayələr də var, çox gözəl kitabdır, nazik kitabdır. Nəysə, mən bu kitabı ilk mənə ilham gəldi, elə bir, mən başda 2010-cu ildə, 2010-un yanvarında yazdım, fevralda da psixiatriyalara səhət elədim. Nəysə, deməli, yəni atılmışdım. Allah heç kəsin başını gətirməsin. O kitabı yazanda mən axşam gecəni yatmadım. Bütün gecəni elə bir əlim tez-tez yazırdı. O bir yazısı da vardı. Mən çoxdan oxumuşdum. Çox gözəl yazısıydı. O deyirdi ki, yazmış ki, mən əsərlərimi yazanda görüm hardan oxumuşdum ama deyirdi ki, mən görürəm əlim yazdı. Sonra özüm oxuyuram, deyirəm o. Yəni özü adam eləmir axı çox şey. Yəni gözəl şeyləri Allah lütf edir də. Mən o gözəl, indi oradakı o kitabdakı cümlələr elə bir gözəl, elə bir dəyərli. Amma mən danışanda çox sadə danışıram. Yəni sadə deyəndə ki, o cümlələri qura bilmirəm. Allah tərəfi hamısını yazdım, gecəni yazdım. Planını da yazdım. Elə ki, kitabı nəysə əsas bildim ki, mən gördüm ki, kitab yazıram. Nəysə, ilk günü əsas şeylər qeyd olmuş. Yəni, orada kitabı necə deyim axı? Elə bir ki, uzatmayın da, aydındır. Yəni, onu demək istəyirəm ki, mən 2010'da onu yazdım. 2010'da psixiatriya atdılar. Sonra oradan çıxdım onu Axundov kitabxanasına verdim. Orada götürdülər. Amma o indi Axundov kitabxanasında pəncərədən baxanlar, ətrafı dərk edək adında kitab da. Ancaq indi o indiyə qədər 2025'də onu daha 25'ə qədər biraz da yaxşı elədim hərdən. Yerlə göy qədər fərq var. İnanın ki, o 2010'da yazdığım çox yaxşı idi. Ancaq yəni mənə psixiatriyada dəhşətli diaqnoz yazan o həkimlər özləri oxusalar, nəysə, seçdə demə. Nəysə, nələr yazır. Deməz elə. Eşitməyə sahib edirəm. Nədən danışırdım? Deməli, mən onu gecəni yazdım, yazmağı qutardım səhər saat 6'da, artıq bükdüm. Düzdür, bildik də, yaxşı bildik. Yəni ki, əsas, nə deyirdim? Ya mən demək istəyirəm ki, mən hamısını kitab söv yazmadım da, bildik də, sonra. Ki, bu qızım həmişə yuxudan duranda yerində, mənlə bir otaqdaydım, ancaq
mən oturduğum stoldan onun qızının yatdığı kravat görünürdü. Hə. Demək, mən şeylədim, nədir onun adı? Bir də gördüm ki, qoy deyim də, qızım həmişə yuxudan duranda, fikri toplayamırsan, bilməm hansını deyim, sadə deməyə çalış. Nə gəldi, nə yazdı düşdü. Hə, deməli, mən gördüm ki, Lalə yerində yoxdur. Yazı quta düşəndə belə baxdım, Laləzar yerində yoxdur. Qorxdum belə, girdim içəri, o yatan otağı, bu görən oturub yerdə, şeydə, xalçanın üstündə, dedi, oturub, mən, dedim, nə insan burada? Əlində dəftəri belə ruçka ilə yazmışdı da, yerdən, dəftəri belə uzatdı. Uzatdı mənə, dedi, mən işıq gördüm. Uşaq dedi, mən işıq gördüm, şeir yazmışdı. Gün əzbər yadında qalır. Evdə bir çıraq yandı, hər tərəf işıqlandı, otaq nura boyandı, ürəyimiz anladı, işıq gözəllik verir, təbiəti dindirir, işıq olmasa əgər, qəlbimiz də əriyər. Belə bir şeir yazmışdı. Dedi, mən işıq gördüm, nədir, bayaq bilmirdim, hansını əvvəl deyim, qızım həmişə yuxudan duranda yerində, birinci bu 6'da durmurdu, 6 idi, 7 idi yazmışdı, 6 idi yazmaya qalır. Həmişə biraz geri duranda da yerindən məni çağırırdı, oynuyorduk, gülürdük, nəsə sonra düşürdü də yerə, yəni bunun belə oldu. Sonra, indi amma özünün yadına gəlmir. Bir də onun bir xasiyyəti var, qəribəliklərsə, biz hər ailədə varsa, xalam demişkən, ay seviniz, hansımızda nələr yox, orada olan, qulağına səs gələn, gözünə nəsə görünən falan, amma ki, hamısı cəmaatdan gizli o bir videoda paylaşmışım. Yəni, həyatda hər şey olur, cinlər var, gözə görünməyənlər var. Nəysə, mən lağ eləmirəm, Allah uzaq eləsin cinlərin təsirinə düşməyin. Demək istəyirəm ki, qızımda bir şey var idi, xasiyyət. İndi artıq 5 ildir onunla aralıyam, yəni ailə həyatı qurub. Mən onunla qaldığım müddətdə onda belə bir şey var idi ki, çox dözümlü adamdır maşallah, yəni heç kəs demirəm, bəlkə elə adamlar var. Amma mən şəxsən onun yerində olsam kimsə öldürərdim, yəni ya nəsə eləyərdim, ya vurardım pis. Amma o adam nələrə dözür də. Psixologiyası çox möhkəmdir, ancaq qəribə, ölübü adam psixiatrlar atır da dəlxanaya. Ağzın belədir, burnun belədir, oradan belə, sağdan, o mollalarda var ya, sağ əli ilə qaldır, əvvəl göyə dəstəmaz alanda, əvvəl sağla bunu elə, solla elə, bir su alanda, nəm. O psixiatrlarda o mollalar fason ki, şizofreniya falan, ay bir əgər sadə, yəni sadə deməyim nədir, sadəlöf deyim, yox, necə deyim, sərbəst deyim, ki, bir hərəkət eləyəsən, özü yığmayasın. Lüboy psixiatr, lüboy diagnozu yox, istədiyi nəysə, Allah lənət eləsin şeytana, onlar da şeytana uyurlar, damğalıyırlar, eləyə bilirlərsə də Allah da var, o bir dünya da var, Allah cəza verirdi yalanlara görə. Sözüm, o bir videoda paylaşmışam da, bundan qabaqçında. Nəysə, demək istəyirəm ki, nə edir? Bu, bir xasiyyəti var idi ki, bax, belə müqayisə elində, tutaq ki, qapının dalındadır. Otaqda nə var, bilmir. İçəri keçmir də. Amma otaqda tutaq ki, pis şey varsa, nəsə bir pis hadisə baş verirsə, səsi də gəlmirsə, məsəl üçün, müqayisə üçün deyirəm. Qapının dalının bu yanında qəribə, ona uyğun bir hala keçir bəzən o. Və bu yanda deyəsən ki, bu güclü durmuşdu, qapı da bağlı, qapı da olsun, bu niyə belə oldu? Qəribə elə bir şeylənmir, amma deyirəm ki, yəni, uşaqlar, yəni elə bir şey var onun,
indi 5 ildir bilməm dəyişir necə. Bir şey də deyim, yəni onu deyirəm ki, uşaqlarda qəribə şeylər olur. O düz 20 yaşına qədər onda o var idi. Qapı məsələsi. Yəni, nəysə sübut eləyə bilməyəndə, ya sübut eləməyə gücün çatmayanda, Allah bütün bağlıları qorusun. Yəni, adamı damğalıyırlar da, psikdir, xəstədir, aynən psixolojik nəyi var, problemi var. Belə danışanlar indi artıq. Deyirəm ki, bütün uşaqlarda şey var, elə bir qəribə bir şey edirlər. Valla o siqnaldır. Uşaq ağlayırsa boş yerə, yəni nəsə, o valla siqnaldır. Mən həyatımda da görmüşəm, heç nə boş yerə deyil. Və həyatda heç nə təsadüfi boş yerə deyil. Həyatda bir şey baş verirsə, ya Allahın lütfüdür, ya Allahın qəzəbidir, ya da ki, onu Facebookda paylaşmışlar. Ya Allahın lütfü, ya da ki, o yadımdan tutdu, həqiqətən onu da biləndə. Yəni ki, boş yerə falan şey oldu, xeyr. Uşaqlarda nə olur? Körpələrdə. O bir siqnal. Məsələn, bizdə olur, uşaq vaxtı qızım ağlamırdı, amma nəsə bir ağlayanda, qışqırıcı nəsə bir şey olanda mən görmüşdüm axı, bilirdim elədir. Deyirdim, bu nəysə. Həqiqətən gördüm, o məsəl üçün, belə müqayisəli məsəl üçün, uşaq burada tutaq ki, bir qəlbə hərəkət elədi. Tutaq ki, də ağladı mı, ya durduğu yerdə, yəni nəsə elədi. Ya nəsə vurduğu şey oldu. Nəsədir, yəni. Mən təsadüf deyildi, amma mən dəqiq şey eləyə bilmirəm. Çünki iminlə nə olmuşdu, yadıma gəlmir. Müqayisə üçün, bəlkə gözəl müqayisə deyil. Demək, mən o moment başa düşürdüm ki, nəsə olub. Yəni, harada? Tutaq ki, xörək qoymuşum, xörək yanır. Yəni, nəyəsə bir siqnaldır da. Adam elə ki, uşaq ağlayanda qaçmalı deyil ki. Psixiatriyə mən getmişdim ki, nədir onun adı? Montində var, dispanser. Uşaqları nə qədər düzmüşdülər. Güya ki, düzdür, güya xəstədirlər. Fikir verirdim, qəribə uşaqlar da var idi. Düzdür, eləsi var ki, başında beynində deformasiya varmı, var, yaxud da bir hansısa elementi satmır. Belə şeylər ola bilər, yəni xəstə adamlar var. Ancaq hər şeyə görə həkimə müraciət eləmək düzgün deyil. Onlar uşaqların qəribəliklərin çoxu nədənsə xəbər verir, təbiətdə olduğu kimi. Və bir dənə də şey deyim, məsəl üçün, mən qızım həyətdə oynayırdı. Biz 2-ci mərtəbədəydik. Uşaq vaxtı oynayırdı. Mən evi tək idim evdə, evi yığışdırır. Bunu əzizləyirdim. Ay canım, gözüm. Yəni yanımda heç kəs yoxdur, amma balamı belə əzizləyir, iş görür. Lap da belə, Lalə, qurban olum sənə, Lalə zardadır. Deyəndə, bu bir də gördüm, uşaq qasa-qasa gəlir. Səs getmir, mən ora hara, həyət hara, ev hara. Gəlir ki, mənə çağırdım, deyirdim, yox. Sözü gedirdi. 2 dəfə, 3 dəfə elə olur. Sonra mən gördüm, o siqnalı, o deyirləri ana-bala arasında hiss olur. Allah qeybdən hamıya xəbər verə bilər. Hamıya deyəndə ki, istədiyinə, istədiyi qədər. Amma ki, qeybin açarları Allahın əlindədir. Sonra onu da deyim ki, bir də, məsəl üçün, mən olurdu ki, məndə ona qarşı necə idi. Bir dəfə, yəni mənim qızım məktəbdə çox gözəl olsa, yəni ki, öz davranışı ilə, necə uşaqlar olsa da dava çıxartmıyor. Amma gəlib mənə deyirdi, nəysə sözüm gəlir ki, necə o, bir şey deyim, yılmanda bir söz də demirdim, bağışını çox narazı eləməyim. Əgər qoyarsan olacaqsa, paylaşırım, Allah deyir, kimsə da deyil. Laləzər özü qulaqdadır, deyil. Bekarlıqdan deyil, amma yenə də olanlar deyirəm, yəni. Deməli, mən bir dəfə disk var idi, Quran, vaxt disklərdəydi axı, Quranı, getdim disklər aldım çoxlu ki, Quranı birini köçürdüm, kopyalayayım, hamısına aparım,
Azərbaycanca idi deyəsən. Məsələn, əvvəl ərəbcə oxudurdum, dayıda neçə Azərbaycanca bilmək lazımdır Quranı. Diskdən qulaq asırdım. Getdim, disklər aldım, 30 manat pul verdim. Uşaqların hərəsini bir dənə gəlib evdə düzəltmək üçün. Gördüm, diski Quranı köçürdü, paylayıcıydım da, Lalə cinsindəkilərə, uşaqlara. Gördüm, diski almışım, ayaqlarım gedir, öyle şeylər çox olur məndə. Ailə həyatı Quranda da yəni elə bir şey olmuşdu. Gözüm ayaqlarım gedir, mən istəyirəm gedim evə, amma ayaq gedir, qarız gedir, özüm bilmirəm. Bu bir də görüm ki, məktəbə çatmışam. Mən də o məktəbə ümumiyyətlə getməmişdim. O 10-11-də başqa məktəbə köçürdülər onları, öz məktəblərə bağlandı deyə. Təzə gedirdi o sinifə, heç getməmişdim. Qoymadılar aşağıdan, elə bir ki, məni elə bir aparırdı hansı qüvvə, mələk Allah. Getdim zorla, girdim, sinifə girən gördüm direktor, qızım lövhədə, direktor durub onu danlayır. Direktor da mənə şeylər ki, sənin qızımın əli qanamışdı. Dedim, nə olur? Direktor da bunu danlayır. Dedim, nə olur? Sonra amma o vəzifə fərəzlərə görə o direktor sonra əlini qızının boynuna salıb koridorda ona dostluq eləyəcəkdir. Nəysə, hər şey deməyib, biləndə kimlərdəndir, nəysə, hər nəsildə yaxşı da var, pis də var. Mən yaxşı mənasını demədim ama bu dəfə. Vəzifələrin də yaxşısı da var, pisi də var. Söhbət onda deyil ki, yüksək vəzifədə olan adamı biləndən sonra elədi. Orada dedim, nə olur? Bildim ki, bir qız, çox atamın 2 bacı var idi. Sinifdə hamı idarə edirlər, demək olar ki. Adlarını çəkmirəm. Nəysə, bəlkə də inşallah peşmandırlar. Bunlar elə adam idilər ki, elə bir söhbət üçün də deyim, 2 dəqiqə seçərim inşallah. Çox uzatmaq istəmirəm eşimin vaxtını. Pis mənada almayın inşallah. Bu sinifdə qızım gəldi dedi ki, 10-11-ci sinif. Dedi ki, mama, bunlar qaşlarını alırlar tənəffüslərlə, oğlanla bulvara belə getdiyindən, üzlərini alırlar. Deyir, nə deyirlər, sən deyirlər, qızım eləmirdi. O 2 bacı demişdi, gəl sən belə bizim kimi ol, ya da hamını düşmən eləmişdi, qızım eləməmişdi. Hamını əmr eləzlər, bunlar tutardı, hamını küstürürlər onu. Mən də sonra o sinifdən çıxartdım. Nəysə, Allah uzaq eləsin, elə adamları yorulsun, əlim, yəni telefon saxlayıram əlimdə. Kimissiz telefon deyilsə də, nəysə ki, yaxşılardan deyil. Tam yoruldum, aynı rəstə, dan çəkməyim bəlkə, yox deyil, sözü bitir qılara. Nəysə də, elə bitirmiş kimi, yəni o əlim kimi qanatmışdı, o çıxdı lövyə, gəldi, ağlaya-ağlaya, nətərdə artist deyirlərdi, ağlaya-ağlaya, qabaqdan gəlmiş deyirlərdi. Hönkür-hönkür, baxın, əlini göstərir ki, baxın, mənim əlimi neyini, baxım ki, əlində işin yox, əlində qırmızı da yoxdur. Direktor da nəysə, direktor sonra sinifdən qızımı çıxardı. Sözüm çıxartdım sinifdən, bir dənə. Qızımın o sinifi dəyişdim, o 2 bacıya görə. Ondan sonra gördüm, davam edir deyənə onların hərəkətləri. Sonra direktor, onu bayaq dedim, sonra bir də əsas onu deyirdim də ki, doğrudan adam gəlir küçədə zaten bir qatan adam görəndə, necə bir stroydan çıxmış adamı görəndə gəlir lağ eləmir, bu gücdür, bu niyə belə edir, qadın belə edir, filan edir, demir, kişi edir, nəsə. Çünki mən elə sürətlə gedirdim, qaça-qaça ki, mən getmirdim, mənim ayağım gedirdi, Allah aparır. Heç vaxtda nəysə. O qədər şey yadıma düşür bu dəqiqə. İstəyirəm nəysə deyim, videonu uzatmayayım, sağ olun. Birinci, mənim qızımda da qəribə şey, bunlar olur. Mələkə bir yadıma düşürəm, qədər uzatmayayım. Sağ olun. Sağ olun. Allah amanıdır.